Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bu günlərim 7 fevral 2026-cı il. Bütün Azərbaycan xalqı öz milli qəhrəmanının doğum gününü qeyd edir. Mübariz İbrahimov. Bəli, bu ad artıq tək Azərbaycanda yox, bütün Türk dünyasında tanınan bir igid qəhrəman adıdır. Doğrudan da Mübariz İbrahimov elə bir şücaət göstərdi ki, Qarabağda, elə bir qəhrəmanlıq göstərdi ki, onun qəhrəmanlığı dillərə dastan oldu. Bəli, bir neçə ermənini məhv etdi. Ermənilərin üzərinə tək getdi, erməni ordusunun üzərinə tək getdi və qəhrəmanlıq göstərdi. Çox böyük bir igidlikdir. Ona görə də bu günlərin biz Mübariz İbrahimovu bir örnək kimi bütün Azərbaycan gənclərinin hər birinin həyatından nümunəvi bir göstərici kimi qeyd edirik. Doğrudan da bizim şəhidlərimiz də Mübarizdən örnək götürdülər. Onun qəhrəmanlığının örnək götürərək şəhid oldular. Mübariz İbrahimovun göstərdiyi şücaət bütün Türk dünyasına yayıldı. Bütün Türk dünyasında onu bir igid oğul kimi tanıdılar və qeyd edilmiş doğrudan Azərbaycanda bax belə bir qəhrəmanlar yetişir. Mən Mübariz İbrahimov haqqında çox danışa bilərəm. Nə qədər danışsaq da bitməz. Çünki Mübariz İbrahimov elə bir qəhrəman idi ki, onun qəlbində vətən hissi, xalq hissi vardı. Yəni torpaq hissi vardı. Mübariz İbrahimov bütün o belə deyək ki, Qarabağda Azərbaycan xalqına, Azərbaycanlılara göstərilən işgəncələrə dözməyib, o bu qəhrəmanlığı göstərdi və erməninin üzərinə bir qartal kimi şığadı və bir neçə ermənini məhv etdi. Bu gün ermənilər də bilir ki, doğrudan Azərbaycanın nə qədər bax belə igid oğlanları var. Biz bu gün də Mübariz İbrahimovu anırıq, o daima xalqımızın tarix yaddaşında yaşayır, bizim qəlbimizdə bir igid qəhrəman oğul kimi yaşayır. Bizim gələcək nəsillər də Mübariz İbrahimov haqqında həmişə danışacaqlar. Onun haqqında dastanlar yazılır, tarix yazılır, kitablar yazılır. Ona görə mən buradan bir daha qeyd edim ki, Mübariz İbrahimov kimi qəhrəmanları biz həmişə daima yaşadırıq. Onlar bizim qəlbimizdə yaşayır. Bizim gələcək nəsillər də bax, Mübariz kimi igid qəhrəman belə deyək, oğulların yolunu gedəcəklər. Bir daha mən buradan bütün Mübariz sevənlərə hər birinə səslənirəm ki, gəlin biz bax belə igid oğlanları daima qəlbimizdə yaşadaq. Mübariz İbrahimovun ruhu qarşısında baş əyirik. Mən bu gün özümə borc bildim ki, qısa da olsa belə bir çəkiliş edeyim və bunu paylaşım ki, doğrudan gələcək nəsillər də bunu görsünlər hər biri ki, Mübariz İbrahimov Azərbaycanda tarix yazan bir igid qəhrəman oğuldur. Bəli, milli qəhrəmanımız, cənab prezidentimizin sərəncamı ilə ona ölümündən sonra milli qəhrəman adı verildi. Mən prezidentimiz İlham Əliyevə də minnətdaram. Doğrudan da cənab prezidentimiz özü də bir milli qəhrəmandır. Mən belə deyərdim ki, çünki istərdim ki, prezidentimizə də bax, milli qəhrəman adı verilsin xalq tərəfindən. Çünki 30 ildən yuxarı Qarabağ torpaqları qalmışdı, onu bizə qaytardı və orada bu gün də böyük işlər gedir. Ona görə də mən bir daha cənab prezidentimizə minnətdaram. Bəli, yaşasın Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyev. Biz qürur duymalıyıq, doğrudan da bizim belə qəhrəman prezidentimiz var. Azərbaycan xalqı, dövlətim, əziz həmvətənlərim, biz bu günlərin bir daha Mübariz haqqında qısa da olsa danışdıq. Artıq bütün bilirsiniz ki, sosial şəbəkələrdə də paylaşılır Mübariz İbrahimovun igidliyi, qəhrəmanlığı. Əziz Mübariz qardaşımız, xalqımızın qardaşı, ruhun qarşısında baş əyirik. Allah məkanını cənnətdə eylesin. Diqqətli üçün minnətdarım.